Hər vaxtınız xeyir olsun. Kanala abunə olub videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sual dekabrın 28-i OTK buraxılış imtahanında 11-ci siniflərə salınıb. Çoxluqlara aid olan bir sualdır. Gəlin bunu Eylervin diaqramı vasitəsilə eləyək. A və B diaqramları çəkdim və kəsişdirdim. Çünki kəsişmədə bir element var. Biri bura yazaq. A çıx B, yəni A-da olub B-də olmayan 11 element var. Toplamda A'da 12 element oldu. 11 ilə 1-in cəmi 12. Burada da deyir ki, 3'ü MB'ye vursaq, A'dakı elementlərin sayı olar. Belə çıxır, B çoxluğunda 4 element var imiş toplam. Çünki A'da 12 element var axı. 12-ni 3'ə bölərik 4 olar. Əgər B çoxluğunda 4 element varsa, onda B çıx A'da 3 element olacaq ki, bunları toplayanda 4 alınsın. Bizə birləşmə soruşulur. Birləşməni tapanda isə gördüyümüz bu elementləri toplayacağıq. Düzgün cavab olacaq 15.